Bugünkü mövzumuz Oxatan bürcüdür. Salam əziz dəyərli izləyicilərim, kanalıma xoş gəldiniz. Videomu bəyənib kanala abunə olmağı sizdən xahiş edirəm. Sevimli oxatanlar, sevgili oxatanlar, siz nə qədər dəyərli insanlarsınız. Çox insanlar özlərini xoşbəxt saya bilər ki, onların qarşısında bir oxatan insanı var. Oxatan bürcündən olan kimsə var. O insanlar bəxtəvər insanlardır. Çünki oxatanlar çox mehriban, çox şən, çox ürəyi təmiz, öz dünyalarında, öz aləmində olan bir insanlardır. Oxatan qadınları da, bəyləri də çox dəyərlidirlər. Onlar xeyirxahdılar, onlar mehribandılar. Kimsə onların dilindən inciyə bilməz. Kimsə oxatanlardan pislik görə bilməz. Oxatanlar amma həmişə qibtə obyektidir. Oxatanlara niyə qibtə eləyirlər həmişə? Çünki oxatanların ruzisi Allahdandır. Onları heç vaxt Allah darda qoymur. Allah onları sevir. Hətta kimsə oxatanlara quyu qazarsa, onların çörəyinə vais olarsa, oxatanlar bir adım da irəli gedirlər. Onlara daha yaxşı ruzi qapıları açılır. Çünki oxatanların bu qədər ruzili olmağının səbəbi də oxatanların öz böyüklərinə, öz valideynlərinə, ata-analarına çox hörmətlə yanaşmalarıdır. Onlar həmişə böyük-kiçik yeri bilən olurlar, qadınları da, bəyləri də. Həmişə valideynlərinə itaətkar olurlar, diqqət ayırırlar, qayğı göstərirlər, maddi, mənəvi valideynlərinə kömək edirlər, hər zaman valideynlərinin yanındadılar. Və ona görə də Allah onları heç vaxt darda qoymur, ruzilərini bol edir. Əgər bir valideyn, məsələn, bir oxatan qadınına, bir oxatan bəyinə deyərsə ki, ay balam, Allah səni xoşbəxt eləsin, Allah səni ağ günlü eləsin, Allah sənin ruzini bol eləsin. Bundan yaxşı heç nə ola bilməz və Allah da buna görə onları həmişə mükafatlandırır. Oxatan bürcü çox dəqiq danışıq qabiliyyətinə malikdir. Onlar demək olar ki, natiqdirlər. Ağızlarından çıxan kəlməyə, sözə çox diqqət edərlər, çox səliqə ilə danışarlar, çox səlis onların nitqləri var. Və bu da onların ağıllı olmağından irəli gəlir. Onlar çox düşünərək danışan insanlardır. Və ona görə də onlar o natiqlik qabiliyyətinə görə çevrələrinə çoxlu insanlar toplaya bilirlər və idarə etməni həmişə əldə saxlayırlar. Oxatan bəyləri və